Limitsiz yemek. Bence bundan güzel bir şey olabilmezdi. Təsəvvür edin, bu mekanda kebab setini sipariş edirsiniz ve yanında təqdim olunan məzələr, salatlar, çörək və çay da limitsizdir. Çox qəşəng yeni bir Türk restoranı keşf etmişəm. Adı isə Çinaraltı kebabdır. Növbə dəhşət çox idi, məkan doluydu. Bu deməkdir ki, buranın yeməkləri çox sevilir. Ailəvi bir məkanda ümumi zalı və terası da mövcuddur. Qiymətləri isə olduqca münasibdir və setləri də var. Deməli, burada 2 nəfərlik kebab setinin qiyməti 39 manatdır. 4 nəfərlik isə 69 manatdır. Biz 4 nəfərlik sifariş etmişdik. Set olduqca bol idi, amma yemək o qədər ləzzətli idi ki, biz hər şeyi bitirmişdik. Məncə Türk kebabının əsl dadı bu məkandadır. Kebabları çox yaxşı bişmişdi, şirəli idi. Məncə bu məkan boşuna sevilmir ki. Bilmirəm, mənim qədər məzələri sevən varmı? Elə çörəyə batırıb onları yeyirdim. Burada hər şey ürəyimcə oldu. Mən də, dostlarım da buranı çox bəyəndi. Xidmət də yaxşı idi. Restoran sahibi özü hər kəsə yaxınlaşıb maraqlanırdı. Dadlı yemək yemək istəsəniz bura getmənizi tövsiyə edirəm.